vaxtınız xeyir. Xüsusən qoşma ilə əsas nitq hissəsini qarışdıranlar üçün mən bu videonu çəkirəm. Aşağıdakı nümunədə altından xətt çəkilən sözlərin şəkilçisini özündən əvvəlki sözə keçirsək nə baş verər? Görürük şəhər tərəfə. Uşaq bunu görəndə tərəf sözünə qoşma deyir, amma buradakı şəkilçiyə fikir vermir. Əgər burada bu ə şəkilçisi varsa, deməli bu qoşma deyil, isimdir. Mən bunu bura keçirsəm şəhərə tərəf olur. Artıq sən burada şəhər tərəf deyirsənsə, deməli tərəf qoşmaya çevriləcək. Cümlədə leksik mənası olan sözlərin sayı dəyişər. Deməli, cümlədə leksik mənası olan sözlərin sayı dəyişər? Bəli, dəyişəcəkdir. Məsələn, əvvəl burada 1, 2, 3, 4, 5 dənə əsas nitq hissəsi vardısa, 5 leksik məna vardı. Mən bu tərəfə keçirəndə artıq tərəf qoşma olduğuna görə, o sözün leksik mənası olmadığına görə 4 sözün leksik mənası olacaqdır. Deməli, dəyişdi. Məndən olmazı istəyir. Cümlə quruluşda sadə söz birləşməsi işlənər. Bəli, işlənəcəkdir. Burada tərəf sadə söz birləşməsi deyirik. Üzrlü sayın cümlədə quruluşsa. Bəli, uşaqlar, bu da doğru olacaqdır. Necə doğru olur? İndi ona baxaq. Baxın, şəhər tərəfə gedənlər deyəndə axtarırdılar nəyi? Maşını. Kim? Şəhər tərəfə gedənlər. Mən bunu bu cür işlədəndə burada 1, 2, 3 əsas nitq hissəsi var idi. Bu söz birləşməsi mürəkkəb olurdu. Artıq tərəfin əsini bura keçirəndə bu artıq qoşmaya çevrildi deyə, 2 müstəqil söz oldu deyə burada sadə söz birləşməsi işlənmiş olacaqdı. B də doğrudur. Cümlədə qoşma ilə amonim olan söz işlənər. Baxıram uşaqlar, tərəf sözü mən o tərəfə keçirəndə elə tərəfin özü qoşma olur da. Qoşma ilə amonim olan söz necə işlənsə, sənə deyə bilər ki, isimlə amonim olan söz qoşma ilə yox. Mən artıq o tərəfə keçirəndə o özü qoşma olur. Qoşma ilə amonim olan söz deyirsə yanlışdır. Cümlədə doğru qoşmasının sinonimi şəhərə tərəf, şəhərə doğru. Bəli, əvəz eləyə bilirəm, sinonimdir. Cümlədə isimlərdən yalnız biri yönlük halda olar. Bəli, şəhərə artıq isimlərdən biri yönlük halda olacaq. Doğru cavabımız C variantı.